Salam, hər vaxtınız xeyir kanal izləyicilərimiz. Mən sizi Hövsanda, prokuraturun bağlarında 5 sot torpaq sahəsinin içində 2 mərtəbəli 5 otaqlı natamam təmirli evlə tanış eləməyə gəlmişəm. Bu bizim dostlar həyətimizdir. Gördüyünüz kimi həyətimizdə belə bir naves var. Bu bizim evimizin üz görünüşüdür. 2 mərtəbəli evdir. Evimizin yanına arxasına rahatlıqla keçmək olur. Həyətdə dekorativ meyvə ağacları əkilib. Görürsünüz. Bu bizim evimizin üz görünüşüdür. Buyurun baxın. Evimiz konkret tikilir, yəni şəxsi yaşam məqsədilə tikilir. Buradan padvala xod var. Həyətdə burada sanitar qovşağı inşa edilib. Evimizin yanına arxasına rahatlıqla keçmək olur. Navesin altında manqalnisi var. Gedirik evimizə. Evimizin həyəti kuruqam işıqlandırılıb. Görürsünüz lampiskaları. Evimizdə daxil oluruq qarajdan. Evlərimizin qarajın qapısı jalüzündür. Səliqəsilə üzr istəyirik. Evimiz natamam tikilidir. Evimizin polu taxtadan sonra diklə üzlənilib. Bura 1-ci mərtəbədir. Belə deyim də, aydınlığı verim. Evimizin istilik sistemi kombidir, kollektor sistemidir. Bax, daxil olan kimi bura geniş bir koridordur. Sol tərəfdə yenə geniş bir mətbəx. Burada solda sanitar qovşağı gördüyünüz kimi. Yəni sanitar qovşağının aksesuarları alınıb, quraşdırılıb. Burada isə 1-ci mərtəbədə genişdən də geniş, belə deyək də. Böyük bir zal var. Bu evi işlənirsə, yaxşı ev eşidir. Konkret tikilidir. Qalxırıq 2-ci mərtəbəyə. İkinci mərtəbədə 4 otaq var. Belə deyək. Burada bir otaq. Buradan koridordan yay balkonuna çıkış var burada. Necə açılır bilmirəm. Aha. Bu yay balkonudur gördüğünüz gibi dostlar. Buyurun bakın. Burada bir otağı gösterdim size. Buradan da yay balkonuna çıkma olur. Burada ikinci bir otak. Buradan da yay balkonuna kod var. Burada dostlar ikinci bir otak daha yukarıda. İkinci mərtəbədə. Yine sanitar qovşağı inşa edilib. Ümumiyyətlə evimizin 4 tane sanitar qovşağı var. Burada koridorla gəlib. Burada da yine geniş bir sanitar qovşağı inşa edilib. Padvision patologla görürsünüz. Buyurun bakın dostlar. Evimizin istilik sistemi, kollektorun sistemidir. Deməli, 2 otaq gösterdim sizə. Bu 3-cü bir otaq.
Durun bakın. Bu ise dördüncü otaq. Dostlar, evimiz yenə qeyd edirəm. Şəxsi yaşam məqsədilə tikilib. Yəni şəxsi yaşam məqsədilə tikilən ev, yəni özü üçün tikilib də burada keyfiyyətsiz materiallardan istifadə olunmuyor. Sadəcə bu evi tamamlamaq lazımdır. Ev bu vəziyyətdə satılır. İndi evin qiymətini də deyəcəyik inşallah. Dostlar, mən ümumi məlumat verdim sizə ev barədə. İndi o qaldı xırdalıqlara, xırdalıqları ev yesi özü məlumat verəcək. Yəni yenə qeyd edirəm, evimiz şəxsi yaşam məqsədi ilə tikilib. Evi kişi özü üçün tikib. İndi dostlar, gördüğünüz kimi evimiz gece-gündüz kamera sistemiyle əhatə olunub. Gece-gündüz kamera sistemi var evdə. İşıqlandırmanı gördünüz həyətdə, onu qeyd elədim. Deməli, birinci mərtəbə ilə ikinci mərtəbənin elektrik sistemi tam ayrı-ayrıdır. İşitlər ayrı-ayrıdır. Burada yadımdan çıxmışdı. Evimizin həyətində artizan quyu var. Buradan da ki su bilənlər bilir. Bu prokuratorun MVD-nin bağlarında içməli su çıxır, yəni mineralları ilə içməli su çıxır. Buyurun baxın, bu quyudur. Bu atdelnidir. Sonra dövlət suyu da var burada. Dövlət suyu da var.